Ramazan qəhrəman şəhidlərimizdən olan Şəhriyarın məvlud günüdür. Bax, belə bir gündə qəhrəmanımız dünyaya gəlir. Amma mən baxmadım, xalqana neçə yaşı tamamladı? 35. Şəhriyarın 35. Yəni, ömrün elə bahar olan hissəsidir. Ömrün elə yaz olan hissəsidir. 35-30 yaş arası, yəni cavanlıqla o kamilliyin görüşdüyü bir ərəbdir. Amma vətən sevgisi, vətən duyğusu, vətən hissi bizim bu oğullarımızı görürsünüz ki, ayağa qaldırdı. Bir həmlədə 44 gün mübarizədə görürsünüz nailiyyətlər gəldi, nə oldu. İndi nə qədər dağ boyda uğurlar olsa da, o dağdan 2-3 dəfədə böyük qəmlər, qüssələr qaldı. Bu 2-ci Qarabağ müharibəsindən ki deyirik, 1-ci Qarabağ iştirakçılarımızdan da burada var. Ondan sonra oradan indi nə qədər bizim şəhidlərimiz olub, sağ qalanlar da var, Allah köməkləri olsun. Yəni bu o işin davamçısı idi. O bir dövrdə, onların zamanında görürsünüz ki, canlı qüvvə vardı, amma texnika o belə yox idi. Vahid idarəçiliyi də yox idi. Bunların dövründə hamısı görürsən ki, təlim gördülər, ondan sonra havadanlıqla təhdid olundular və qaldı bir dənə mərdlik ki, o sözü deyəsən ona da dedilər. Buna görə də hər bir şəhidimizin boynumuzda haqqı var. Haqqı var ki, onları yad edək, onlara nəsə bir təşəkkürümüzü bildirək. Çünki Qur'an-ı Kərimdə buyurulub ki, şəhid ölməyibdir. Yəni, Qur'an-ı Kərimdə çox ayələr var ki, bunlardan bəhs edir. وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللّٰهِ Onlar üçün heç vaxtı ölüm sözün dilimizə gətirməyin, Allah yanında da diridir. Mən həmişə özümə bir söz deyirəm, o demək deyil, mən sonra özüm üçün dünya yaradım, dünya açım, öz keyfimdə yaşayayım. Yox, oğluma baxım, həyatını tənzimləyim, işlərimi qaydasına salım və mənə heç vaxt deməsinlər ki, sən şəhid valideynisən, amma özünü düz aparmırsan. Allah bizim bu qəhrəmanlarımızı yenə deyirəm, qəni-qəni rəhmət eləsin. Onlar bu xalqa üzağlığı gətiriblər, baş ucalığı gətiriblər. Amma nə edək ki, evlərdə aman qüssələr qaldı, evlərdə qəmlər qaldı, evlərdə ağır dərdlər qaldı. Özünün də görürsünüz ki, ailəsi vardı, evlatları var, Allah onları salamat eləsin. Amma hər bir kəsərə görürsən ki, mən elə bir ailə ilə qohumlarımızdır, indi onlardan neçəsi yaşlıydılar, 80 yaş, 70 yaş, 75 yaş. Deməli, 3 qardaş, bir bacı oturmuşlar. Bacının 70 yaşı vardı, böyük qardaşın 80 neçə yaşı var. Onlar nəsə birdən söhbət düşdü, qayıtdılar ki, qədəşimiz üçün darıxmışıq. İndi bizim zonada apıya qədəş deyirlər. Yəni, atam üçün darıxmışıq, hamımız. Onların anaları da eşitdiyimi yerə körpə-körpə olanda dünyasını dəyişmişdir. Bizim anamız oldu, dedi ki, o yadımıza gəlir, atamızı istəyir. Yəni, yaxşı, məhəbbətli olan, ailə-sevər bir varlıq olanda ata, dünyasını dəyişsə 30 ildən sonra da onun üçün ağlayır. Yəni, həm oğuldur, həm atadır, həm də qəhrəmandır. Allah ona rəhmət eləsin. O, yaxında bir çox